Ritkalenka 9-cu dərs qrammatikaya baxırıq. Tablitsa 1, cədvəl 1. Завтракать səhər yeməyi yemək, обедать nahar etmək, ужинать şam yeməyi yemək, спать yatmaq. Я завтракаю, ты завтракаешь, он, она завтракает, мы завтракаем, вы завтракаете, они завтракают. Mən səhər yeməyi yeyirəm, sən səhər yeməyi yeyirsən, o səhər yeməyi yeyir. Biz səhər yeməyi yeyirik, siz səhər yeməyi yeyirsiniz, onlar səhər yeməyi yeyirlər. Sonra keçmiş zamanda cinsə görə dəyişir. On zavtrakal, kişi cinsi, o səhər yeməyi yedi. Ana zavtrakala, qadın cinsi, o səhər yeməyi yedi. Ani zavtrakali, onlar səhər yeməyi yedilər. Keçdik обедать, nahar etmə feilinə. Я обедаю, ты обедаешь, он, она обедает. Мы обедаем, вы обедаете, они обедают. Keçmiş zamanda on обедал, она обедала, они обедали. Ужинать, şam yeməyi yemək. Я ужинаю, ты ужинаешь, он, она ужинает. Мы ужинаем, вы ужинаете, они ужинают. Keçmiş zamanda on ужинал, она ужинала, они ужинали. Və sonuncu spать feilini dəyişirik. Я сплю, ты спишь, он, она спит. Мы спим, вы спите, они спят. Keçmiş zamanda spal, spala, spali. Tablitsa 2-ci cədvələ baxırıq. Время, vaxt, zaman deməkdir. Числительное say, üstəgəl, ças, yəni saat sözü. Сколько времени, saat neçədir? Əgər saat 1 olarsa, görürsünüz mötərizədə verib. Bu şərtidir. Один sözünü işlətmək lazım deyil. Sadəcə ças deyirsiniz. 2, 3, 4 olarsa, çisa deyirik. A vurğuludur, çisa. Сейчас 2 çisa. Misal üçün, indi saat 2-dir. 5-dən sonra hamısı olacaq. Çisov. Сейчас 11 часов вечера. İndi axşam saat 11-dir. Misal üçün. Sonra baxırıq. Tablitsa 3. Третья таблица. Винительный падеж с днями недели. Винительный падеж təsirli hal deməkdir. Həftənin günləri ilə. Deməli, həftənin günləri, когда sualına cavab verəndə təsirli halda olur. Birinci sütuna baxaq əvvəlcə. Какой сегодня день? Bugün hansı gündür? Deyərkən dəyişmir. Сегодня понедельник. Bugün bazar ertəsidir. Adlıq halda qaldı. Söz dəyişmədi. Сегодня вторник. Bugün çərşənbə axşamıdır. Сегодня среда. Bugün çərşənbə günüdür. Сегодня четверг. Bugün cümə axşamıdır. Сегодня пятница. Bugün cümə günüdür. Сегодня суббота. Bugün şənbə günüdür. Сегодня воскресенье. Bugün bazar günüdür. Amma когда deyərkən həftənin günləri öndə v şəkilçisini qəbul edirlər. Sonluq dəyişmir. Amma a ilə bitirsə, a-lar u qəbul edir. Misal üçün, когда, nə vaxt? Когда придешь, nə vaxt gələcəksən? Приду в понедельник, birinci gün gələcəm. Во вторник приду, ikinci gün gələcəm. Hamısının qabağında görürsünüz, v yazılıb. Tək вторник, ikinci gündən başqa, orada во вторник yazılıbdır. В среду, həftənin üçüncü günü. В среду, в четверг, bayaq dedik. Cümə axşamı, həftənin 4-cü günü. В пятницу, həftənin 5-ci günü. Yaxud da cümə günü. В субботу, şənbə günü. 6-cı günü. В воскресенье, bazar günü. Так, deməli, iki cür dəyişdik. Какой сегодня день? Bugün hansı gündür? Сегодня понедельник. В понедельник я пойду в школу, misal üçün. Когда? В понедельник. Birinci gün məktəbə gedəcəm. Nə vaxt? Birinci gün. Keçdik tablitsa 4. Родительный падеж с частями суток. Yəlik hal günün hissələri ilə. Birinci sütuna baxırıq. Imenительный падеж adlı hal deməkdir. Сейчас утро, indi səhərdir. Azərbaycan dilində mənsubə şəkilçilər var. Rus dilində olmadığı üçün bu sözlər adlı halda qoyulur. Сейчас утро, indi səhər. Amma biz tərcümədə deyirik, bu indi səhərdir. Сейчас день, indi günortadır. Сейчас вечер, indi axşamdır. Сейчас ночь, indi gecədir. Amma əgər saatla işlətsəm səhər günorta sözlərini,
onda olur yəlik halda və cümlənin quruluşu eynən buradakı kimi olur. Сейчас 8 часов утра. İndi səhər saat 8-dir. Сейчас 2 часа дня. İndi günorta saat 2-dir. Сейчас 8 часов вечера. İndi axşam saat 8-dir. Сейчас час ночи. İndi gecə saat 1-dir. Deməli, burada dəyişən nə oldu? Ças sözü dəyişdi. Ças sözü də asılıdır rəqəmdən. Rəqəmə görə ças sözü dəyişir. Əgər desəm indi səhər saat 4-dür, onda deyəcəm сейчас 4 часа утра. Əgər desəm indi səhər saat 1-dir, сейчас час утра. Baxın, утра, dня, вечера, ночи sözləri dəyişmir. Dəyişən ancaq ças sözləri rəqəmə görədir. Bu qədər. Bu günləri sizlə 9-cu dərsin qrammatikasına baxdıq.